Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması, aparılması və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi davam edir. Növbəti baxış iclasında suveren ərazilərimiz vaxtilə Ermənistanın işğalı altında saxlanılanda, orada mövcud olmuş keçmiş qondarma rejimin dırnaqarası rəhbəri olmuş, təqsirləndirilən Arayik Harutyunyan, hüquqlarını müdafiə edən vəkili Cavid Rzazadənin suallarını cavablandırdı. İstifadəsində olan Facebook sosial şəbəkə hesabı ilə bağlı dedi ki, onun özünün şəxsən bununla məşğul olmağa vaxtı çatmayıb. Həmin sosial şəbəkə hesabı əsasən təbliğat aparmaq üçün istifadə edilib. Səhifədə Arayik Harutyunyanın bir nəfər erməni hərbiçinin rəqibin 65 tankını vurduğuna görə medalla təltif edilməsi barədə dərc edilən məlumatla bağlı təqsirləndirilən iddia etdi ki, ola bilsin bu 15 tankın vurulmasına görə olub. İfadə verdi ki, belə təltif etməklə bağlı sənədləri ona dırnaqarası müdafiə ordusu təqdim edib. O da imzalayıb. İfadə verdi ki, qondarma rejimdə dırnaqarası ordu komandanından başqa digər dırnaqarası vəzifələrə şəxsləri dırnaqarası rəhbər kimi o təyin edib. Eyni zamanda qeyd etdi ki, dırnaqarası Xarici İşlər Naziri, Milli Təhlükəsizlik Xidməti və polis rəisi vəzifələrinə rəhbər təyin etməmişdən əvvəl Ermənistan rəhbərliyini xəbərdar edib. Bildirdi ki, onun ordu ilə bağlı hərbiçilərə rütbə vermək səlahiyyəti olmayıb. Orduda rütbələrin verilməsi Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilib. Qondarma rejimin dırnaqarası ordu komandanı olmuş Cəlal Arutunyana general-leytenant rütbəsini isə Ermənistan prezidenti Armen Sarkisyan tərəfindən verildiyini söylədi. Bildirdi ki, bu barədə əmri Ermənistanın baş nazirinin təqdimatı ilə prezident imzalayıb. Qanunsuz məskunlaşma ilə bağlı müdafiəçisinin suallarını cavablandırarkən dedi ki, Ermənistanın Qafan və Gorus rayonlarından köçürülən ermənilər həmin vaxt daha çox Laçın, Qubadlı və Zəngilanda məskunlaşdırılıb. Çünki həmin rayonlarda kənd təsərrüfatı ilə məşğul olmaq üçün yaxşı iqlim şəraiti olub. Qanunsuz məskunlaşma zamanı köçürülənlərin isə ancaq erməni ailələri olduğunu iddia etdi. Arayik Harutyunyan bildirdi ki, qondarma rejimdə hərbi sahə ilə bağlı idarəçilik Ermənistan qanunvericiliyi ilə həyata keçirilib. Həmçinin törədilən cinayətlərə görə qondarma rejimdə məhkəmə proseslərinin aparılmadığını, hərbi polis və hərbi prokuror kimi qurumların da olmadığını dedi. Hərbi polis Ermənistan Silahlı Qüvvələrinin qurumu idi. Hərbi prokurorluq da Ermənistan prokurorluğunun tərkibində fəaliyyət göstərib. Ümumi məhkəmə proseslərinin Ermənistanın Sünik məhkəməsində aparıldığını düşünürəm. Yəni Qarabağda belə bir məhkəmə prosesləri aparılmırdı. Arayik Harutyunyan dedi ki, qondarma rejimdə müstəqil şəkildə hansısa bank da qeydiyyata alınmayıb. Bank sisteminə nəzarət edən qurum da olmayıb. Bank sistemi və banklar Ermənistanın Mərkəzi Bankı tərəfindən idarə olunub. Arayik Harutyunyan dedi ki, qondarma rejim Ermənistan olmadan təminatını və təhlükəsizliyini təmin edə bilməzdi. Təqsirləndirilən Arkadi Qukasyan isə Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən şirkətlərlə bağlı dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən bildirdi ki, onun qondarma rejimə 1997-2007-ci illərdə dırnaqarası rəhbərliyi dövründə burada sənaye və kənd təsərrüfatı ilə məşğul olan müxtəlif kiçik şirkətlər fəaliyyət göstərib. İri şirkətlərdən isə 2001-ci ildə Baza Metals fəaliyyətə başlayıb və heyvalı mis yatağının istismarı ilə məşğul olub. Geoloji kəşfiyyat işlərini aparan şirkət yataqları istismar etmək üçün prioritet hüquq qazanırdı. Geoloji kəşfiyyat işlərini yalnız Base Metal şirkəti aparırdı. Bu səbəbdən həmin sahələrdə işləmək üçün prioritet hüquq əldə etmişdi. Təqsirləndirilən dedi ki, 2012-ci ildə həmin yataqda mis bitmişdi, amma başqa ərazilərdə və istiqamətlərdə geoloji axtarışlar həyata keçirilirdi. Adı çəkilən şirkətin Ermənistanda yataqların istismarı sahəsində təcrübəsi və filialları olub. İfadə verdi ki, bildiyim qədər misin ilkin emalı qondarma rejimdə aparılıb. Sonra isə Ermənistana daşınıb. Baza Metals şirkəti fəaliyyətə başlamaq üçün 10 milyonlarla dollar sərmayə yatırıb. Qondarma rejimin dırnaqarası büdcəsinə ən çox vergi ödəyən şirkətlərdən olub. Şirkət əsas vergi ödəyicilərindən biri idi. Orada 2000-ə yaxın işçi çalışırdı. Büdcə daxil olmaları da kifayət qədər böyük rəqəmi əhatə edirdi. Arkadi Qukasyan şirkətin hər il nə qədər vergi ödədiyini dəqiq xatırlamadığını iddia etdi. Bildirdi ki, bütün hallarda söhbət milyonlardan gedir. Adı çəkilən şirkətin direktoru Artur Mıkırtumyan, sahibi isə Valeri Mejlumyan olub. Əlavə etdi ki, qondarma rejimin dırnaqarası büdcəsi hər il dəyişirdi. Arkadi Qukasyan ifadə verdi ki, 1991-ci ildən başlayaraq qondarma rejimdə dırnaqarası qanunlar qəbul olunub və şirkətlərin fəaliyyəti, həmçinin sənaye, biznes, istismar və istehsal bunun əsasında həyata keçirilib. 2002-ci ildə isə qondarma rejimdə Qarabağ Telekom şirkəti fəaliyyətə başlayıb. Edilən müraciətlərə yalnız bu şirkət müsbət cavab verib. Şirkət həmin vaxtadək isə artıq Ermənistanda işləyirmiş. Dövlət ittihamçısı Fuad Musayevin
Ermənistandakı geoloji şirkətlər, geologiya institutları geoloji qazıntıların aparılmasında iştirak edibmi sualına cavabda Arkadi Qukasyan dedi ki, geoloji işlər çox baha başa gəlirdi. Bununla məşğul olan Baza Metals şirkəti bir neçə milyon dollar xərcləmişdi. Ola bilsin bəlkə də 10 milyonlarla dollar. Bir qayda olaraq geoloji kəşfiyyat işlərini xarici şirkətlər həyata keçirirdi. Ermənistanın geoloji institutu ola bilsin sadəcə müqavilə əsasında işləyirdi. Bu çox ciddi şirkət olub. Arkadi Qukasyan dövlət ittihamçısının sualına cavabda həmçinin dedi ki, onun qondarma rejimə dırnaqarası rəhbərliyi dövründə erməni iş adamı Vartan Sırmakesin Xankəndidə saat detallarının yığıldığı kiçik istehsal sahəsi olub. Orada 20-25 nəfər işləyib. O həmçinin balıq təsərrüfatda yaradıb. Eləcə də Artsaq Bankın və Arms Swiss Bankın sahiblərindən olub. Dövlət ittihamçısının sualına cavabda Arkadi Qukasyan dedi ki, 2020-ci ilin oktyabrında təqsirləndirilən Bako Saakyanla birgə İrəvana gedərək baş nazir Nikol Paşinyanla görüşüblər. Ondan müharibənin dayandırılması üçün əlindən gələni etməsini xahiş ediblər. Hayastan Ümumi Erməni Fondunun fəaliyyəti ilə bağlı Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarına cavabda Arkadi Qukasyan dedi ki, o da qurumun Himayədarlar Şurasının üzvü olub. Qondarma rejimin dırnaqarası rəhbərləri bir qayda olaraq həmin şurada təmsil olunub. Fond İrəvan Goruz Xankəndi, Laçın, İrəvan Basarkeçər Xankəndi, həmçinin daxili kənd və qəsəbələri birləşdirən 3 yol tikintisinin layihəsinə vəsait ayırıb. Qeyd olunan birinci 2 yol Ermənistanla qondarma rejim arasında əlaqələrin genişləndirilməsinə, daşımalara xidmət edib. Yolların inşası, müxtəlif layihələrin maliyyələşdirilməsi üçün fond hər il telemarafonlar keçirib. Həyata keçirilən layihələr qondarma rejimin dırnaqarası rəhbərliyi tərəfindən təsdiqlənib. Bundan sonra həmin layihə telemarafona çıxarılıb və maliyyələşdirilib. Telemarafonlar ABŞ, Fransa, Almaniya, Avstriya və İsveçrədə keçirilib. Təqsirləndirilən bildirdi ki, Himayədarlar Şurasına Ermənistanın prezidenti, baş naziri, parlament rəhbəri, maliyyə naziri, katolikoslar, diasporadakı tanınmış ermənilər daxil olub. Bir qayda olaraq şurada 30-40 nəfər təmsil olunub. Arkadi Qukasyan həmin marafonlarda özünün də iştirakını etiraf etdi. İfadə verdi ki, göndərilən vəsaitlərin məbləği $5 başlayıb və 10-50 min dollara-dək artıb. Marafonlarda çoxlu sayda erməni iştirak edib və maliyyə vəsaiti ayırıb. Qanunsuz məskunlaşma ilə bağlı sualı cavablandırarkən Ermənistandan köçüb gələnlərin olduğunu təsdiqlədi. İddia etdi ki, əsas məqsəd qondarma rejimdən köçüb gedən ermənilərin geri qaytarılması olub. Bundan sonra məhkəmədə qondarma rejimdə məskunlaşdırılan erməni əhalinin sayını və yerini göstərən xəritə nümayiş olundu. Qeyd edildi ki, həmin sənəd Arkadi Qukasyanın yaşadığı evdə aşkarlanıb. Arkadi Qukasyan həmin xəritə ilə bağlı konkret fikir bildirmədi. Dedi ki, ola bilsin həmin xəritə 2015-2016-cı illərə aid olub. Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkanyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözgedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.